Deməli bu layihəmiz bizim cəmiyyətin sosial-psixoloji vəziyyətinə bir daha fərqli bir baxış yaradacaq. Elə bil hisslərim məndən axır, məndən geriyə heç nə qalmır sanki, heç kim olmur. Kənan İsmayıl tədbirin aparıcısı. Qəlbin 3 səhnəsi çox böyük zəhmətlə ərsəyə gəlib, böyük kollektiv çalışıb. Sponsorlarımız Sur şirkəti, media tərəfdaşımız Motivator platformasına təşəkkür edirik. Qəlbin 3 səhnəsi layihəsi Azərbaycanda ilk dəfə bu formatda keçirilən interaktiv təlim və psixoloji tamaşa layihəsidir. Sənin pişirdiyin bundan artıq olmayacaq ki, hələ bir təzəsində pişir. Niyə elə deyirsən? Mən əlimdən gələni eləmişəm.